Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə belə bir gözəl qız uşaqları üçün belə gözəl sarafanın toxunuşunu, şalvar sarafanın toxunuşunu göstərəcəm. Deməli, bunun üçün bizə puffy fine ipi lazımdır. Puffy deyil, fine yazılan ipdən lazımdır. Bundan 2 ədəd lazımdır. 2 ədəddən çox az qaldı. Deməli, 2 ip gedir bizə, 2 düymə lazımdır, 2 ip. Bu qədər. Əllə toxunur, puffy fine ipi əllə toxunur. Diqqətlə izləsəniz, çox rahatlıqla siz də toxuya bilərsiniz. Deməli, bunu aşağı hissəsini tərs düz toxuyaraq bunu oğlanlar üçün də toxuya bilərsiniz. Bu ipsiz şəkildə. Mən indi bunun gələcəkdə oğlanlar üçün olan variantını da toxuyacağım. Əgər istəsəniz, istək olarsa bildirərsiniz. Deməli, oğlanlar üçün də olan variantda da toxuyaram sizin üçün. Belə əgər diqqətlə izləsəniz, çox rahatlıqla toxuya bilərsiniz. Mənim əl işimdən ilk xəbərdar olmaq istəyirsinizsə, deməli, kanalıma abunə olmağı, zınqrov işarəsini aktiv etməyi unutmayın. Əgər əl işimi bəyənsəniz, like etməyi unutmayın. Beləliklə keçək sarafanımızın toxunuşuna. Buyurun, birlikdə toxuyaq. Deməli, sarafanımızı toxumaq üçün bizə belə bir puffy ip lazımdır. Belə bir puffy ip götürürük. Deməli, bir də belə düymələr lazımdır. İndi baxarıq hansı rəngdə, hansı formada düymə daha uyğun getsə, o cürdə dikərik düyməni. Öncə toxuyaq. Deməli, bunun üçün bizə 42 ilmə lazımdır. Deməli, 42 ilmə götürürük. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28, 30, 32, 34, 36, 38, 40 və 42. 42 ilməni götürdük. İstəsəniz sancaqda vura bilərsiniz. Deməli, bu saydığım ilmələrimdir. Bu da ipdən gələn ilmədir. Deməli, bunu belə sabit saxlayırıq. Bundan da toxuyuruq. İlk öncə demək, tərs toxuyuruq. Toxuduq öndən arxaya. Daha sonra ipimizi keçirdirik arxaya. Arxaya keçirdirik. İndi düz toxuyuruq. İkisini 1 və 2. Deməli, bir ilməni öndən arxaya toxuduq, tərs toxuduq. 2 ilməni arxadan qabağa toxuyuruq. Bu formada birini tərs toxuyuruq. Keçirdirik ipimizi. İkisini düz toxuyuruq. 1 və 2. Bir daha toxuyuram. Birini ipi keçirdirik qabağa. Buradan toxuyuruq arxaya. İkisini arxadan qabağa toxuyuruq. Bu formada. Bu formada sonuna qədər bir tərs toxuyuruq. Bu formada. 2 düz toxuyuruq. Sona qədər bu şəkildə toxuyaq. Sona qədər toxuyaq, daha sonra davam elətdirək. Deməli,
təklə başlamışdıq. Gəldik sona çatdıq. Deməli ikisinin də düz toxuyuruq. Tərs toxuyub başlamışdıq. Düz toxuyub bitirdik. Bu formada. Bu formada bitirdik. Deməli daha sonra bunun əvvəlini bu formada birləşdiririk. Dairəni düzəldirik. Bu şəkildə. Və bu ilməni birincinin içindən, altından, alt hissəsindən çıxardırıq. Dairə yaradırıq bu formada. Sarafanımızın orta hissəsi. Bunu belə daha sonra düzəldərik. Tam şəkildə. İndi mən bu birləşdirdiyim yerdə. Bu birləşdirdiyim yerdə daha yaxşı olar ki sancaq sizə tərif deyə bilmək üçün mən bir sancaq çıxardıram. Bu bizim sonuncudur. Sonuncunun içindən bu şəkildə salıram. Əvvəli sonu bilmək üçün. Sonuncu ilməyimizdir. Daha sonra deməli biz bir tərs, bir düz toxumuşuq. Gördüyünüz kimi. İndi sırayla tərsi tərslə başlamışdıq, düzlə də bitirdik. İndi bir daha bu tərsdir. Tərsi tərs toxuyuram. Düzü düz toxuyuram. Deməli arxadan düzü toxuyuram. Bu formada. İndi keçirdirəm önə. Sırada tərs toxumalıyıq. Keçirdirəm arxaya. Düz toxumalıyam. Deməli, burada baxanda bilinir. Tərs də bilinir, düz də bilinir. Və göründüyü kimi, bax, tərs toxunan yer belə xət var qabağında. Düz olan yer arxadan önə doğru toxunubdur. Deməli, düzləri toxuduq, indi tərsdir. Bir tərs toxuyuram və 2 düz toxuyuram. 1, 2. Sırada gəldi. İndi ipi keçirdirəm qabağa. Tərs toxuyuram bu formada. Keçirdirəm arxaya və göründüyü kimi 2 düzdür. Arxadan önə doğru toxunmalıdır. Və gördüyünüz kimi xət qabağında. Bu tərs toxunub deyə bilinir. Tərs də bilinir, düz də bilinir. Və bu ikisi gördüyünüz kimi düzdür. Arxasından qabaqdan arxaya toxunan xət var. Bu ikisi birdir, bu təkdir. Bu ikisi birdir, bu təkdir. Bu formada deməli dairəsinə toxuya deməli 4 sıra bunu belə bu şəkildə tərsi tərs, düzü düz 4 sıra toxuyuruq. 4 sıra toxuduq. 1, 2, 3, 4. Bu 5-ci sıranın ilməsidir. Gəldik, sona çatdıq. 4 sıra toxuduq. 5-ci sıradan başlayaraq bütün sıraları tərs düz deyil, hamısını düz toxuyuruq. Hamısını bu formada. Tərsi də, düzü də. Eyni qaydada toxuyuruq. Və gördüyünüz kimi gəldik, sona çatdıq. İndi bu tərsi idi. 2 düzdən sonra tərsi idi. Bunu da tərs yox, düz toxuyuruq. Deməli, bütün ilmələri bu formada arxadan keçirdirik, düz toxuyuruq.
şekilde arkadan keçirdirik. Her birini bu formada toxuyuruq. Sona qədər. Bu şekilde her birini arkadan keçirməklə burada sancaq taxdığım yer sıranın sonudur. Deməli bu sıradan sayaraq 1, 2, 3, 4 toxuduq. 5-cini 5-ci ilməni deməli düz toxuyuruq. İndi bu 5-ci 4 ilmədən sonra 5-cidən başlayaraq 10 sıra daha toxuyuruq. 10 sıranı tərs düz yox, bu formada dümdüz şəkildə toxuyuruq. Deməli sıranın da neçə sıra toxuduğumuzu bilmək üçün deməli arxa hissəyə düşəcək. Ona görə də burada deməli sancaq vurmuşam. Deməli bu sancaqdan etibarən sayırıq 10 sıranı, hər bir ilməni bu şəkildə arxadan keçirməklə düz şəkildə toxuyuruq. 10 sıra toxuyuruq. Daha sonra birlikdə davam elətdirərik. Bu şekilde. Düz şekilde arkadan geçirdirik. Bu şekilde. Dikkatli olun. Arada ilmeler kalmasın. Toxuduqca arxaya çevrilib baxın. Ola bilər ki, arada gözünüzdən qaçar, ilmə qalar. Bu şəkildə. Düz şəkildə deməli 10 sıra toxuyuruq. 10 sıranı toxuyaq, daha sonra davam elətdirərik. Deməli 10 sıra toxudum. 4 sıra əvvəl toxumuşdum. 10 sırada daha sonra düz toxudum. Sona çatdım. Deməli bu sonuncu ilməmizdir. Bu sonuncu ilməmizdir. Sonuncu ilməmizi toxuyandan sonra deməli 42 ilmək idi. 42 ilməni 2 hissəyə böldüm. İndi sizin üçün də sayıram. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 21. 21 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20. Bu da 21. 21, 1, 21, 1. Tam yarı. Gördüğünüz gibi tam bu şekilde. 2 hissəyə bölünür. Deməli bunu ne üçün 2 hissəyə böldüm? Çünkü bu 2 ayaqlar olacaq. Ayaq hissəsi yarısı 1, yarısı 1. Deməli nə edirik? Bu sonuncunun içindən dip hissəsindən bir dənə bax belə götürürük. Bir dənə ilmə çıxardırıq. Və gördüyünüz kimi bu hissəsindən çıxartdıq. Daha sonra bunun yanındaki ilmədən də birini çıxardırıq. Bu şekilde. Gördüyünüz kimi belə. Deməli bu 2 ilməni mən birləşdirib bura deməli sancaq taxacağam. Sancaq taxacağam belə. Artırmadı. Bu ikisi artırmadı gördüğünüz gibi. Daha sonra normal şekilde
Her birinin içinden bir tane çıkartmakla gedirəm. Ve gördüğünüz gibi artırma burada da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ve son 21. Bu şekilde 21 toxuduq. Daha sonra deməli sancağı 21 oldu. İndi buradan da 2 dənə artırmalıyıq. Bir götürürük bunun dip hissəsindən, artırdıq və bu birinin bir hissəsindən aşağı hissəsindən götürürəm. Belə. Davam eləyirəm. İndi burada artırdım. Burada artırma elədiyim artırmaları da sancaq vururam ki, bizim üçün ayırma eləyəndə çətinlik olmasa, sizin üçün bunu eləyirəm ki, sizə aydın olsun. Və burada bu 21-ci oldu. Onun dibindən və onun yanındakının dibindən elədik və yenə də bura gələnə qədər, bu başlanğıca gələnə qədər toxuyub gəlirik. Adi şəkildə hər bir ilmənin içindən bir dənə çıxardırıq və bura çatana qədər toxuyuruq bu şəkildə. Gəldik, sonuncuya çatdıq. Sonuncudur. Sonuncu ilmənin içindən çıxardıram. Çıxartdığım ilmiyə sancağı taxıram bir üst qata. Daha sonra bunun yanındaki sancağı açıram bu şəkildə. Bunların da hər birindən bir ilmə çıxardıram. Bir ilmə çıxartdım. Bunun yanındakindən da bir ilmə çıxartdım. 2. Bu şəkildə. Bunu yenə bağlayıram. Və bura çatana qədər bu şəkildə hər birinin içindən bir ilmə çıxartmaqla toxuyuram. Sadə qaydada. Hər bir ilmənin içindən bir ilmə çıxardıram bu şəkildə. Bu şəkildə. Gəldik. Qırmızı çatdıq bura. Bir daha bunların hər birinin içindən bu artırdıqlarımızın hər birinin içindən ikisindən də çıxardıram. Bunu bir daha bağlayıram. Və davam edirəm. Deməli, davam edirəm. Bu gəlirəm bitiş nöqtəsinə. Bitiş nöqtəsinə qədər gəlirəm. Sona qədər gəlirəm. Bu şəkildə hər birinin içindən bir ilmə çıxartmaqla gəlirəm bitiş nöqtəsinə. Deməli, gəlib çatdıq sona. Bunları bir daha bu şekilde artırdım.
artırma elədim. Bura çatana qədər, deməli, bu sona çatana qədər eyni qaydada davam eləyirəm. Gəlirəm, burada da bu iki bağladıqlarımı yenə də hər birinin içindən bir ədəd çıxardıram. Davam edirəm. Gəlirəm, bu sona çatıram. Bu son. Mavi renk sondur. Bu iki dənə bağladığım mavi yox, bu mavi sondur. Ora qədər toxuyuram. Orada artıq hissələrə bölürəm. İki hissəyə böləcəyik. Gəldim, sona çatdım. Deməli, bu sonuncu ilməmizdir. Sancaq vurulan ilmə sonuncu ilməmizdir. Bu bizim son ilməmizdir. Burada bitirdim. İndi burada nə edirik? Qoşa olan bunu çıxardıram bu şəkildə. Bunu eləyirəm. Bunun birin bu tərəfə, birin bu tərəfə, iki hissəyə böləcəm. Bunu keçirdirəm bunun içindən. Bu hissəyə, bu tərəfə ayırıram. Bunu keçirdirəm bunun içindən. Bu hissəyə ayırıram. Bu şəkildə. İndi azaltma elədim. 2-ni 1 elədim, 2-ni 1 elədim. Burada artırdığımı bu hissədə azaltdım. İndi gəlirəm bu hissəyə. Gəlirəm bu hissəyə. Burada da sancağımızı açırıq. O qoşa olan. Bunu keçirdirəm bura. Bu tərəfə bölürəm. Bunu keçirdirəm bura. Bunu da iki hissəyə bölürəm. İndi sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 və 21. Gördüğünüz kimi ayırdığım hissə 21 oldu. Burada. İndi 21. İndi bu hissə də 21 olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 və 21. Bu da 21. Buradan da ayırdık. Buradan da ayırdık. Bu bura, bu bura. Bu sancaqların biri bu tərəfə düşür, biri bu tərəfə düşür. Və bu şəkildə. Tam ortadan bölündü iki hissəyə. 21 ilmə bu tərəfə, tam ortası. İndi nə edirik? İpimiz hardadır? İpimiz buradadır. İpimizdən gələn ilməni burada bitirdik. İpimizdən gələn ilməni keçirdirik. Burada iki ayırdığımız yerin bu hissəsinə. Bunu içindən çıxardırıq. Bu şəkildə. Çıxartdım. Və sırada gələn ilməni buradan çıxardıram. Sırada gələn ilməni bu şəkildə və gördüyünüz kimi indi bir sıranı sizinlə bərabər mən toxuyum. Gördüyünüz kimi bu şəkildə sırayla bütün ilmələri toxuyuram. Artırma, azaltma heç bir şey olmur. Bir ilmə 21 ilmədə toxunur bu şəkildə. Bu şekilde toxuyuram. Geldik. Çatdıq bu orta hissəni. Gördüyünüz kimi bu orta hissədir.
Bu sonuydu. Artık bu sancak bize lazım olmaya da bilər, ola da bilər. Siz sonu bilmək üçün bu şəkildə bağlaya bilərsiniz. Belə elədik. Deməli, indi bu şəkildə bir neçə sıra bu şəkildə ancaq bu hissəsini dövr eləyirik. Bu şəkildə dövr eləyirik. Yetəri qədər toxuyuruq. Mən dəqiq sizə deyə bilmərəm neçə sıra, bir neçə sıra toxuyaq. 10 sıra, 8 sıra toxuyaq. Daha sonra artırma eləyəcəm. O artırmanı birlikdə edərik. Deməli, bu şəkildə mən bir çının birini toxudum, bir hissəsini toxudum. Deməli, bu arxa hissədən olanda, arxası bura düşəndə sağ ayağıdır, arxaya düşəndə başladığımız hissə, onda sol ayağıdır. Deməli, sayım bu birinci. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 12. sıradayıq. 11 sıra gəldim, bu sonuna çatdım. Sonuna çatdım. İndi mən burada deməli, bunun ayağını trapez eləmək üçün bu şəkildə tam iki kənarından belə artırma eləyəcəm. Tam iki kənarından. Deməli, bu da bunun bir kənarı düşür sancaq olan yerə. Deməli, bunun dibindən bir artırma elədim. Birini artırdım. Daha sonra adi qaydada gedirəm. Bu şəkildə gedirəm. İpimizin biri bitdi. Deməli, ikinci ipə keçməliyik. İkinci ip üçün deməli, bunun burası tam dibindədir. Ona görə də bunun arasından kəsirəm, artırıram. İkinci ipimi çıxardıram. Bu şəkildə. İkinci ipi, deməli, bu ipi bağlama şəklində göstərim sizə. Deməli, bu buradan, bunu buradan götürürük. Bu şəkildə, sıx şəkildə bir-birinə bağlayırıq. Bir, tam bir-birinə sıx olmalıdır. Bir, arada arası qalmamalıdır. Bunların arası necə arası yoxdursa, onun kimi. Bir de iki. Daha sonra mən bunu buradan kənarından içərisinə salıb, sonda da öz rəngində olan iynə sapla deməli tikəcəm. Bunları bir-birinə bağladım. Daha sonra davam eləyirəm. Bu şəkildə gəlirəm. Gəlirəm. Demiştik ki iki kənarından tam kənar hissəsindən tam kənarı da düşür bura. Buradan bunu çıxartdım. Daha sonra bir ilmə götürüb bunun dip hissəsindən, dibindən bir ilmə daha çıxartdım. Bu şəkildə trapezi oldu.
Bir ilmə tezdə toxumaq olar. Buradan yox. Buradan çıxartsaq daha yaxşı olar. Tam iki kənarına düşür. Belə. Artırma elədim. Daha sonra davam eləyirəm. Gəlirəm. Sancaq olan yerə. Yəni ki, sona. Bu şəkildə gəldim. Sonuncu ilməmizi daha toxudum. Və bu artırdığımı da toxudum. Bu şəkildə. Gördüyünüz kimi burada artım oldu. Və davam eləyirəm. Bu şəkildə gəlirəm. Deməli bura çatdım. İndi bundan sonra, bu sıradan sonra 2 ya 3 sıra daha da toxuyuruq. Mən indi 2 ya 3 sıra toxuyub. Siz də mənim kimi davam eləyin. Eyni qaydada hər bir ilmənin içindən bir dənə toxumaqla davam eləyin. Daha sonra sonda birlikdə davam eləyək. Gördüyünüz kimi bu hissəsi iki kənarlardan artırdığımıza görə trapez oldu. Deməli, mən gəldim, sıranın sonuna çatdım. Sıranın sonuna çatdım. İndi növbəti ilmədən başlayaraq bu şəkildə, deməli, bu ilk ilməmizdir. İlk ilməmizi ikincini içindən çıxardırıq. Daha sonra üçüncünü ikincinin içindən çıxardırıq. Bu şəkildə birbirinin içindən bu şəkildə çıxardaraq bunu bitiririk. Bağlayırıq bu şəkildə. Sona qədər belə gedirik. Gördüyünüz kimi bunun içindən çıxartdıq. Bunun içindən çıxartdıq. Bir ilmeğine başladık. 23 ilmeğine bitirdik. Bu şekilde sona çattık. Ve bu sonuncudur. Deməli sonuncu sancağımızı çıxartdıq ve bunu bunun içinden çıxartdım. İndi sıradan gelen ilmeği çıkarttım onun içinden bu şekilde ve bunu bunun içinden çıkarttım. Bu şekilde bunu buradan bunun altından geçirdik ve bu şekilde böyle. Bunu daha sonra içeri salırıq ve içeride bu eyni renkte
yaşıl renkdə iğne sapla dikirik. Bunu bu şekilde içeride dikirik. Bitirdik. Daha sonra deməli bir neçə ilmənin arasını açırıq. Bu şekilde. Bu iplə birləşdirilib də o həmin hissəni kəsirik. Bu şekilde. Deməli götürürük. Bunu deməli hardan ki artırma eləmişik. Oradan tam orta hissəsindən tutaraq bu şekilde salırıq. Bir buradan salırıq. Buradan çıxardırıq. Buradan salırıq. Şekilde birinden salıp birinden çıkardırır. Sona kadar gelirik. Geldik. Sonra geldik çattık. Bu şekilde. Bu şekilde gördüğünüz gibi trapez alındı. Bu trapez eləməyimizin səbəbi bunu deməli belə eləyəndə, büzmə eləyəndə qəşəng görünsün. Bu hissəsi daha da qəşəng olur onda. Bu şəkildə deməli belə bağladıq. Daha sonra bu hissəsinə keçək. İndi bu hissəsini də göstərim mən sizə. Deməli bunun ikinci hissəsindən başlayırıq. Bu hissəsindən istəsəniz biraz ip artıq saxlaya bilərsiniz. İstəsəniz də daha sonra başqa iplə də eləyə bilərsiniz. Kəsik olmamaq üçün, bir neçə dəfə kəsməmək üçün ipləri, ona görə də bir neçəsinin arasını kəsirəm.
Buradan artıq əlavə qoyuram ora. Onun orta hissəsini, deməli, orta hissəsini tikmək üçün. İndi buradan bu hissədən başlayırıq. Deməli, ipi götürürəm. Bu artıq qalan ipi saxlayıram və davam edirəm. Bu şəkildə ilməni sırayla bu şəkildə çıxardıram. Heç bir artırma, azaltma etmədən düz şəkildə çıxardıram. Bu şəkildə. Geldik, çatdıq. Bu sancağım değil. İstəsəniz bu sancağı bu hissədən başlanğıc kimi də tağa bilərik. Harda bitirmək lazım olduğunu orada. Deməli bitirdim. Burada sıra bitdi. Gördüğünüz kimi. Və indi bu arada boşluq qalacaq. Bunu daha sonra sonda tikib birləşdirəcəyik. Gəlirik, keçirik. Keçirik bura. Başlanğıc buraydı. Keçirik bura. Burada bitirdim. İndi buradan birləşirik. Gördüğünüz kimi birləşdi. Bu hissə boş qalır. Bu artırdığım iplə bu hissəni tikəcəyik. Sonda. Sırayla bu şəkildə və bu şəkildə heç bir artırma, azaltma etmədən bu şəkildə burada toxuduğumuz kimi, burada etdiyimiz kimi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 sıra toxuyuruq. Heç bir azaltma, artırma etmədən 11 sıra toxuyuruq. 11 sıra toxuyub bitirəndən sonra 11 sıradan sonra 3 sırada deməli 11 sıra toxuyuruq. 12-ci sırada hər iki kənarından bir artırma eləyirik. 3 sırada toxuyuruq, artırma eləyib 3 sırada toxuyuruq. Tam 14 sırada bitiririk. Bu şekilde gördüğünüz gibi bu sıranı da sizinle beraber toxudum. Tam hiçbir azaltma, artırma etmeden dairəvi şəkildə və gördüğünüz gibi geldim. Buradan da keçirəm bura. Demək bu hissə burada qalır. Bunu sonda bu artırdığım bu iplə sonda necə eləmək lazımdır? Onu birlikdə düzəldəcəyik. Bu şəkildə. Bu şəkildə 11 sıra dümdüz bunu toxuduğum kimi dümdüz toxuyuruq. Daha sonra hər iki kənardan 11 sıra toxuduqdan sonra indi ola bilər ki sizin uşağınızın ölçüsü 11 sıra yox daha fərqlidir. 13 sıra toxuya bilərsiniz, 15 sıra toxuya bilərsiniz. Sizin bu uşağınızın ölçüsündən asılıdır. Bunu artırıb azaltmaq sizdən asılıdır. Daha da az toxuya bilərsiniz, artıra bilərsiniz, daha da azalda bilərsiniz, artıra bilərsiniz. Ancaq mənim toxuduğum ölçüdə toxuyursunuzsa 11 sıra mən toxumuşam.
Buranı da 11 sıra toxuyuram. 11 sıra toxuyandan sonra hər iki kənardan bir artırma eləyirəm. Artırma eləyib 3 sırada toxuyuram, bitirirəm. Bu şəkildə 14 sırayla bitirirəm bunu. Və gördüyünüz kimi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 sırada bitirdim. Bu şəkildə. İndi bunu da eyni ilə bunun kimi toxuyuram, bitirirəm. Daha sonra bu hissələri, yuxarı hissəsini birlikdə davam elətdiririk. Hanımlar, bu şəkildə deməli bir ayağımı tamamladım, ikincini də tamamladım. Eyni ilə birincidə olduğu kimi ikincini də tamamladım. Bu şəkildə. Gördüyünüz kimi deməli 1, 2, 3 sıra. 3 sıra o artırdığım, böyütdüyüm, iki kənardan bir ilmə artırdığım hissələr aşağı düşür. Ona görə də bu hissəsi belə olur. Daha geniş, daha qəşəng qaldı. Bu şəkildə. Deməli, indi gəldik. Mən bunun birini də toxudum. İkincini sizin yanınıza toxuyacağım. Necə eləmək lazımdır. Deməli, bunu bu hissədən iki hissəyə bölürük. Və gördüyünüz kimi, baxırsınız, gördüyünüz kimi, deməli, buradan götürəcəm. İpimi götürürəm. Bu şəkildə. Deməli, burada necə götürmüşəmsə, baxın, burada necə götürmüşəmsə, buradan da elə götürəcəm. Buradan da biri qaldı, buradan da biri qaldı. Bu iki kənardır. Buradan biri qaldı, buradan da biri qaldı. Bu şəkildə. Daha yaxşı görünmək üçün gördüyünüz kimi bu hər iki kənardan bir ikilini götürürəm, bir ikilini götürürəm. İndi buradan nə edirəm? Hanımlar. Buradan başlayıram. Buradan. Bir. Baş hissələrindən götürürəm. 2. 3 və 4. 4 çıxartdım. 4 ilmə çıxartdım. Daha sonra gördüyünüz kimi boşluqdan başladım. Boşluqda bitirdim. Burada da bu şəkildə eləmişdim. Bu boşluqdan başlayıb bu boşluqda bitirmişdim. 4 ədəd. Bu arada gördüyünüz kimi 2 dənə ikili qalır. 4'ünü çıxartdım. Daha sonra bunun içindən geri qaydıram. Bunun içindən bir də çıxardıram. Bir də çıxardıram. Bu şəkildə deməli indi bir daha birini buradan çıxardıram. Çox sadə. Birini buradan çıxardıram. Bir daha birini buradan. Düz şəkildə toxumanı necə toxumuşduqsa bu hissəni onu da o şəkildə və bitirdim. Yenə də başlayıram. Yəni bu sıraya bu başa gedirəm, o başa gedirəm. Bu şəkildə çox sadə formada dümdüz toxuyuram. Bir daha göstərirəm. Deməli 1 çıxartdım. 2 3 ve 4 bitirdim. Bir daha indi bu tarafa gəlirəm.
1 2 3 ve 4. Bu şekilde bu başa, o başa, bu başa, o başa. Bu şekilde deməli yetər qədər toxuyuruq. Mən bu sıranı da təxmini toxumuşam. İndi sayıram. Bu kənarından sayıram. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25. 25 sıra toxudum. 24 sıra ola bilər, 26 sıra ola bilər. Siz əgər öz uşağınız üçün toxuyursunuzsa, öz uşağınızı giyindirərək toxuya bilərsiniz. İstəsəniz, məsələn, biraz uzun eləyib, bu şəkildə biraz içəri eləyərsiniz. Gələcək il, məsələn, bir il sonra onun düyməsini biraz buradan ucuzdan tikərək bir il daha geyindirə bilərsiniz. İstəyinizdən asılıdır. Deməli, bu şəkildə, mənim toxuduğum şəkildə sıranı o baş bu baş gedərək belə 25 sıra toxuyursunuz. Mən də arxa planda 25 sıranı tamamlayıram. Daha sonra birlikdə davam eləyirik. Bu şəkildə. Çox sadədir. Yəni, heç bir çətinliyi yoxdur. Bu şəkildə toxuyuruq. Daha sonra davam eləyirik. Belə. Deməli, hamılar ikincini də bitirdim. 25 sıra. Burada necə idisə, burada da elə elədim. Tam 25 sıra. Daha sonra bunu buradan kəsirəm. Buradan kəsirəm sonuncunu. Bu şekilde kestim. Daha sonra gösteririm. Bu şekilde kestim. Deməli, ip bu tərəfdədir. Buradan bu şekilde, deməli, bundan ip buradadır. Buradan başlayırıq. İkincini baştakinin içindən keçirdirəm. Bu şekilde. Daha sonra bunu bunun içindən keçirdirəm. Daha sonra bunu bunun içindən keçirdirəm. Gördüğünüz gibi ipi də sonuncunun içindən keçirdim. Bu şekilde. Daha sonra bunu burada iplerin arasından bu şekilde itiririm. Elə eləyirik ki, səliqəli şəkildə nə pis qalmasın, səliqəsiz qalmasın. Bunu bu şəkildə iplərin arasıyla bu şekilde gezdiririk. Daha sonra bunu öz renginde yaşıl iğne sapla dikirsiniz buradan. Bu şekilde dikirsiniz. Bu şekilde düzelttim. Eyni qaydayla bunu da düzeldirəm. İp buradadır. Deməli, bunu bunun içindən keçirdim. Bunu bunun içindən keçirdim. Bunu içinden geçirdim ve ipi böyle geçirdirəm ve daha sonra eğniyle bunun kimi deməli ipi burada bu şekilde ben sonda bunu yine sapla tikeceğim ki daha sonra hiçbir problem olmasın istifade eləyəndə, yuyulanda. Ve bunu da istediğiniz gibi paltar yuyan maşında yuyabilirsiniz. 30 derece. Yani hiçbir xarab olmur.
uzanma, genelme hiçbir problemsizdir. Bu şekilde. Daha sonra deməli xanımlar, mən bu orta hissəsi var idi. Bunun orta hissəsi. Burada biz ipimizi uzun ip eləmişdik. İçində bir dəqiqə baxıram. İpimiz hardadır? Bu şekilde. Bu orta hissəsini bunu elə formada bir sörürük ki, səliqəli olur. Və bu istəsəniz iğne sap iğneye keçirdib iğne ilə də tikə bilərsiniz. İstəsəniz əlinizlə də eləyə bilərsiniz. Bu şəkildə eləyirəm. Gördüğünüz gibi. Buradan götürdüm. Daha sonra bu ikisinin arasından geçirdirəm. Bu şekilde. Toxuyuruq. Bir buradan, bir buradan. Daha sonra buradan götürürəm. Götürdüm. İndi isə buradan götürürəm. Çox möhkəm də sıxmayın, dartılmasın. Daha sonra deməli baxıram. Təxmini eləyirik də belə siz də baxırsınız, götürdükcə daha hardan yaxşı olarsa o formada. Mesela gördünüz ki bir yerde eləyəndə yaxşı qalmadı. Onu çıxardır. Daha sonra tezdən bu şekilde çok dartmadan səliqəli olsun. Elədik. Daha sonra buradan eləyirik. Elə olsun ki görürsünüz mü? Bak. Görsünüz mü? Elə olur ki, məsələn, elə eləyin ki, bir az da buradan eləyirəm. Gördüyünüz kimi. Siz elədiyiniz vaxt görsəniz ki, nəsə yaxşı qalmadı. Onu, məsələn, çıxardığınız yerdən keçirdib yenidən bax bu da arxa hissəsidir. Gördüğünüz gibi heç bir tikiş bilinmir. Bu da ön hissəsidir. Tam kusursuz. Bu şekilde. Ve bunun orta hissesine ip geçirtmeliyik. Neyliyirik? Ara iplerini açırıq. Eləyin ki, zədələnməsin. Ara ipləri var bunu belə açırıq. Ortasına ip eləmək üçün ara iplərlə açıldım.
tam ortasına olacak qədər bir 10-15'inin arasına açırsınız. Deməli, xanımlar, mən arasını açdım. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənədir. Deməli, 3 buradan, 3 buradan. Bu hissədən, bu hissə qalır arada. Mən bu hissədən keçirdirəm. Deməli, nə edirik? Buradan tam aşağı hissəsindən təxmini bir buradan, bir buradan. Bu şəkildə istəsəniz nəyəsə keçirdə bilərsiniz, istəsəniz də belə əlinizlə eləyə bilərsiniz. Yəni ki, istəyinizdən asılıdır. Mən elə əlimlə bu şəkildə keçirdirəm. Bu şəkildə. Ta ki başladığımız yere gelene kadar bu şekilde geçirdim. Bakalım, bitirdim. Bu şekilde. Burada başladığımız yeri de düzeltmeliyik. Burada problem var. İpi bura geçirmeliyik. Bunların hamısının sonunda özünüz dediğim kimi tikip həll edirsiniz. Ben de həll edeceğim. Bu şekilde ve gördüğünüz gibi belə yığırıq. Bu şekilde. İstəsəniz bunun uç hissəsini vurursunuz. İstəsəniz də belə mesela ucuna keçirdə bilərsiniz. Belə. Belə. İstəsəniz adi qaydada məsələn belə vurarsınız. Belə vurursunuz. Sadəcə belə. İstəməsəniz də mən bundan daha böyüyünü də eləyə bilərsiniz. Mən bu şəkildə elədim. Belə. Bu şəkildə. Deməli, xanımlar, indi düymə hissəsinə keçirik. Bunu bu şəkildə bağlayırıq. Belə. Düymələrini qoyuruq. Düymələrini əgər istəsəniz bu şəkildə də tikə bilərsiniz. İstəsəniz belə də qoya bilərsiniz. Deməli, bu şekilde buradan boşluktan geçirdirik iğneyi.
şekilde. Bu şekilde. İsteseniz belə eləyirsiniz. Çok asan şekilde gösteririm size. İpini buradan da geçirdik. Buradan da geçirdik. Ve arkadan bağlayırıq. Bu şekilde. Ve yaxud da belə düymə də qoya bilərsiniz. Bu şəkildə. Sizin üçün. Daha yaxşı hansı görünürsə, onu da edə bilərsiniz. Bu şəkildə. Belə. Belə. İndi sizin istəyinizdən asılıdır. İstəsəz belə, istəsəz də belə. Deməli, xanımlar, bu şəkildə bitirdim. Bu ayaqları gördüyünüz kimi çox gözəl. Bu da bu şəkildə istəsəniz bunu istədiyiniz kimi uşaqlarınıza deməli geyindirə bilərsiniz. Bunu bir jaketle toxuyub buna uyğunlaşdırıb jaketlə daha gözəl gedər. Buna uyğun gələn bir jaketlə çox gözəl. Və yaxud da ki bunun renk tonlarına uyğun altdan koftuşka da giyindirə bilərsiniz. Sizin bu zövqünüzdən, istəyinizdən asılıdır. İstədiyiniz renkdə də toxuya bilərsiniz. Bir də ki bu məsələn qız üçün daha uyğundur. Bunun ayaq hissəsini bir formasında, başqa formada toxuyacağım. Oğlanlar üçün, oğlanlara uyğun olaraq. Əgər oğlanlar üçün də nəsə istəsəniz, tələb olsa, istək olsa, toxumağım istənsə, onu da toxuyaram böyük məmnuniyyətlə. Bugünkü işimizi qız uşaqlarımız üçün həsr elədik və bunu istədiyiniz rəngdə toxuya bilərsiniz. Ağ rəngdə, bardov rəngdə, istədiyiniz rəngdə toxuya bilərsiniz. Ümid edirəm ki, bugünkü işimdən də məmnun qalarsınız. Əgər məmnun qaldınızsa, abunə olmağı, like etməyi unutmayın, bəyənməyi unutmayın, arzu və istəklərinizi bildirməyi unutmayın. Daha nələri toxumağımı istəyirsinizsə bildirsəniz, mən məmnuniyyətlə sizin istəyinizi yerinə yetirərəm. Bugünkü bu əl işimdə burada sona çatdı. Yeni əl işlərimizdə görüşmək ümidi ilə hələlik.